Kardeşler salam, vaxtınız xeyir olsun. İnşallah aparatımız 4 kilovat, 3 mlabrot, 4 təkərimiz sarğı, 0 faza, 4 təkər, 38 bıçaqlıdır. Baxın, gözlə bir dəqiqə, şaka eləmə. 38 bıçaqlıdır. Aparatımız inşallah gedir Şəmkir rayonuna, Şəmkir şəhər. Həmişə özümüz aparırdıq. İnşallah 3 günü, 5 günü dayı edirik, səhər bir gün. Dayı maşallah özü gəlib çıxıb. Burada şişə qoymuşuq ki, dayı, xoş gəlibsən, sabah gəlibsən. Dayı özü çəkilişə düşmək istəmir, yanımdadır, danış. En azından özün düşməsən də səsən düşsün ki, müştərilərin bilsin ki, gəlibsən, aparat içində. Şəmkir rayonu Yenə kəndinə aparırıq. 4 kilovat, 3000 abarotda, 38 bıçaq değil mi? Bəli. Allah'ın köməyi çox gözəldir. Kimsəsi ala bilər. İnşallah. Ürəkli. İnşallah. İndi də yonca da çəkəcək, saman da çəkəcək, bir də arpa çəkəcək. Çəkilişini görəcəksən inşallah. İnşallah. Sən də özün düşməsən də səhifədə, videoda baxandan da səsindən aparata baxıb tanıyacaqsan da. Olur. Xeyir olsun. Sən xodda qardaşım. Sağ ol. Ya Allah. Ya bismillah. Torpaq oynadır onsuz. Ha. At geçsin. Onu töyər. Bak, at töyər. Bak. At Zeynal, at hamısını at. Doğramağına bak, özün qiymət ver. Kadar doğruyur. Həladır. Zeynal onu töytürlər. Ola bizim sizin orada 30 nəm olsa onu deyərsən. Töyər. Bak. At töy Zeynal. Didmə töytürlər. O da oradan 50 salma. 50 salma özü aparacaq. Oradan attığın 50 salma özü dartıb aparacaq. Yəni o el salmağa ehtiyac yoxdur. Məsələn, ot attığın 2 saniyə göz, ot geçsin tulla, bax, samanlı. Üstünə ələk qoyubsan Zeynal. Ələk nə ələkdir? Yine ələyi sor. At geçsin. Tokumuz ne qədərdir baxaq? Tokumuz da 214. Güzel. Bak. 4 kilovat, 3 mlabrot, 4 təkərimiz sarğı, 0 faza. Çatdırma qoş aslında pulsuzdur. Burası indi işimiz çoxdur, gedə bilmirik. Dayı maşallah özü gəlir. Özü gəldiyinə görə Zeynal. Kaç blokdan 100 manat çıxar. Buradan 100 manat çıxar. Bu dayı oradan bura gəlib inşallah əziyyət çəkib gəlib. Gecə 4-də çıxıb gəlib, indi seyximizə 5-də satıb. Dayı, bu sənin 100 manat yol pulun. Bax, qaytardım kişiyə, özü düşməsə pul düşür. Halal xoşun olsun. Çünki əziyyət çəkib gəlibsən, kişiyə 100 manata yol pulu çıxdın. Pulun vermişdi söhbət, 100 manata çıxdım, halal xoş olsun. Əslində mən özüm aparmalıyam, indi çəkilişlər deyirsiniz də, prosta deyərsən, baca o düz eləmədin, yol pulun çıxdın ki, yəni bizdən narazı qalmayarsan. Sağ ol, Allah razı olsun. İndi 3 gün, 4 gün, 5 gün deyəsə gələ bilmədik, 100 deyəsə belə, dəmin iş çoxu gələ bilmirik. Allah köməli olsun, bu da bunun doğradığıdır, day, bax. Bunun doğradığıdır, əladır. Birazca taxıl sökə bilərik. Taxıl var. Zeynal inşallah bunu siz sök, videonu saxlayıram, inşallah arpamızda çəkirik, onu da çəkiliş edib göstərəcəm. Kimə lazım olsa əlaqə saxlayın. Setkamızda dəyişirik, inşallah üstünə un kimi ələyə qoyacaq, bax, balaca ələyə qoyacaq, arpamızı çəkəcək. Allahın köməliyi ilə. Burada zabot 3'lük setka, baxın. Sonra 4'lük setka, quzu ələyi, şpindili, saç hissəsi. İnşallah arpamıza tökəcək. Nə çəkdik dənə? Yonca çəkdik, bir də saman çəkdik, hə? Bax, bu samanımız, altında da yoncamız, bax. Bu yoncamız Hamur rezin olur, ne? Bir de ondan kesersen, burada bağlayasın. Attın, çəkilmişsin. 4 kilovat, 3 mlabrot, 4 təkər, mis sarğı, 0 faza, 38 bıçaq. Arpamızı boşaldırıq. Yoncamızı çəkmişik, samanımızı çəkmişik. Bax, bu bağlı vəziyyətdə arpamı boşaltdıq. Onu xoda salırsan, bir dəqiqəsi at, xod geçsin. Xoda sal inşallah. Arpamızı çəkdik. Zeynal, inşallah bir dənə qabı gətir. Ay Zeynal, qabı gətir, qabı. Asma, qaba tök sonra. Bir dənə, dayı bax, bir dənə Allahın köməkliyi ilə. Qoy bura. Yonca çəkdik, saman çəkdik. Bu da bizim arpamız. Boşalt qaba. Videonu saxlamışdım sözü. Boşalt. Neden çəkir? Əladır. Birdən bundan böyük istəsən, orada gəlib böyük ələyə var. Bəli, o gəlmələri var. Allah xeyri versin. Nətərdir, əladır. Allah xeyri versin. Şəmkirin arasına gedir,
Kəndin Yenər kəndi. Şəmkinin Yenəyət qəsəbəsinə gedir inşallah. Çox. Allah xeyirlər versin. Sağ ol.